Hacı, xoş gəlibsiz. Salamlayırıq sizi və bu bərəkət dolu ayın istəyərdik bir mənəvi günlərinə bir nəzər salaq və sizi dinləyək. Buyurun. Bismillahirrahmanirrahim. Bugün mübarək Ramazan ayının ikinci günüdür və mən uca Allahdan əvvəl İslam ümmətinin ibadət və dualarının qəbul olmağını diləyirəm. O cümlədən Gürcüstan müsəlmanlarının Allah ibadət və itaətlərini qəbul eləsin inşallah. Və əziz izləyicilərimizi salamlayıram. Bəli, bu ay həqiqətən çox dəyərli bir aydır. Xüsusi mənəviyyata malik olan bir aydır. Ramazan ayı 12 ay içərisində bildiyimiz kimi ayların sultanı adlanır. Təbii ki, bunun özünə məxsus özəllikləri var ki, bu ayı daha da mənəviləşdirir. Mən onlardan bir neçəsinə işarə eləmək istəyirəm. Bu müqəddəs ayda Qur'an-ı Kərimin nazil olma məsələsi var ki, bu aya xüsusi önəm bəxş edir. Və Qur'an-ı Kərimdə Allah Teala özü də buyurur ki, Ramazan o aydır ki, o ayda Qur'an nazil olur və o ayda digər xüsusiyyəti budur, Qədr gecəsini qərar verdik və Qədr gecəsi də özü bu aya böyük bir dəyər qatır. Buna görə dəyər qatır ki, bu gecə 1000 aydan xeyirli bir gecədir. Bu ayda olunan ibadət və digər cəhətdən bu ayın sosial yardımlaşması var və həmçinin iftar məclislərinin olması. Xüsusilə də bu sosial yardımlaşma təkid olunur, yəni bu ayda. Bu ayın özəlliyidir sosial yardımlaşma. Görürsən ki, bu ayda insanlar artıq ac insanları, belə deyək, tox insanlar ac insanları başa düşürlər və bu ayın ehtiramına başlayırlar onlara yardım etməyə. Bu xüsusi bir mənəviyyat qatır bu aya. Mənəviyyat tək ibadətlə deyil. Elə bu sosial yardımın özü də ən böyük ictimai ibadətlərdən hesab olunur. Və bu ayda ayın mənəviyyətini hiss etmək, deyərdim ki, hər bir şəxsin öz etdiyi oruc ibadəti və digər ibadətlərin səthinə və səviyyəsinə baxır. Çox eşitmişik, görürük ki, mübarək ay qurtardıqdan sonra hətta ibadət əhli olmayan insanlar belə deyir ki, ey kəş Ramazan ayı qurtarmayaydı. Görürsən ki, bir mənəviyyət hissi, mənəviyyət dadı mübarək Ramazan ayından insanda qalır, təsir eləyir və Ramazan getdikdə insan təəssüflənir. Bu, biraz da hiss etməli və dadmalı məsələdir mübarək ayın mənəviyyatı.